Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan parlamentinin keçmiş deputatı Əbdülhüseyn Hüseynzadə vəfat edib. Bildirilir ki, bu barədə özəl mənbələrdən məlumat əldə edilib. Əbdülhüseyn Hüseynzadə uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib. Mərhum Bakıda dəfn olunub. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir diləyirik. Əməkdar artist Abbas Baxurov gün ortası verilişində qonaq olub. Xəbər verilir ki, sənətçi verilişlərdə baş verən bəzi hadisələri müzakirə edib. O bildirib ki, bir çox verilişdə baş verən hadisələri əvvəlcədən ssenariləşdirilir. Belə şeylər yaxşı deyil. Əgər bir verilişə dəvət alınmısansa, səni dəvət edən sənə hörmət edib, sonuna qədər sayğı ilə yanaşacaq. Əgər durub gedirsənsə, bu quramadır, lazımsızdır. Bu qurmadır, lazımsızdır. Tamaşaçını aldatmaq lazım deyil.